Vaxtınız xeyirli olsun. Marketing Talksun daha bir buraxılışı ilə yenidən qarşınızdayıq. Bəlkə də demək istədiyim, ən sevdiyim cümlələrdən biri budur. Daha bir buraxılışı ilə qarşınızdayıq. Xoş gördük. Daha neçə buraxılışlara müəllim. İnşallah, xoş gördük. Necəsiz? Yaxşıyam, yaxşı olasınız. Demək, yadıma gəlir ki, bundan əvvəlki buraxılışlarda bizim izləyicilər belə qeydlər verirdilər ki, misal, biz bilirsiniz, PR mövzusu ilə bağlı danışmışdıq. Bəli. Hətta aidiyyatlı bir neçə qonağımız olmuşdu bu mövzuyla bağlı. Amma izləyicilər qeyd edirlər ki, çox maraqlı dövlət qurumunda bəs. Necə olur? Necədir? Ümumiyyətlə, özəl qurumla dövlət qurumu arasında hansısa bir xüsusiyyətlər, fərqlər bu sahədə, bu istiqamətdə nə baş verir? Eyniliklə. Biz də deyə fikirləşdik ki, gəlib bir müddət sonra o mövzuya qayıdacağıq və nəhayət ki, elə fürsət düşdü. Gördüm biz buraxılış üçün hazırlaşmağa başlayanda artıq gördüm ki, siz qonağımızla söhbət edirsiniz. Çox yüksək bir əhval-ruhiyyədə girdiniz zala. Düzdür, mən o söhbətə daxil deyiləm, bilmirəm nələr danışılır, amma bir qəşəng pozitiv bir enerji ilə girdilər. Düşünürəm ki, bugünkü o pozitiv enerjini sizdən yenə də qonağımızla birlikdə alacaq. İnşallah. O zaman bizim həmişə söhbətlərimiz çox uzun olur. Mən bugün çox uzun tutmayım. Qonağımızı təqdim edeyim ki, vaxt məsələmiz var və nə qədər çoxlu suallarımız var, hamısını yönləndirə bilək. Xoş gördük Pərviz bəy. Salam. Necəsiz? Yaxşıyam, sağ olun. Siz necəsiz? Çox sağ olun təşəkkür ki, edirəm. dəvət eləmisiniz. Əli, çox sağ ol. Şəbnəm xanım, təşəkkür edirəm. Minnətdaram. Biz təşəkkür edirik. Sizə də uğurlar arzulayıram. Layihəni izləyirik, baxırıq müxtəlif mövzulara, tanış simalar görürük və təşəkkür edirəm ki, məni də qonaq qismində bu gün dəvət etmisiniz və biraz söhbət edirik. Biz təşəkkür edirik. Çox sağ olun. Əla, çox təşəkkürlər ki, siz də vaxt ayırdınız ki, bizimlə bu söhbətə qoşulasınız və fayda verəsiniz. Pərviz bəy, biz suallara keçmədən əvvəl adətən nəyə sadiq qalaq, sizi bizim izləyənlər tanısınlar. Mən Sədrəddinov Pərviz Həsənoğlu 1982-ci ildə Bakı şəhərində anadan olmuşam. Azərbaycan Dövlət Neft Akademiyasının məzunuyam. O vaxt adı elə idi, indi adı dəyişilib Ali məktəbin. Hər bir demək olar əksər PR sahəsində, kommunikasiya sahəsində işləyən adamlar kimi mən də jurnalistika fəaliyyətindən başlamışam, bu sahəyə gəlmişəm. 1999-cu ildən ilk olaraq hələ 2-ci kursda oxuyarkən qəzetlərin birində müxbir kimi, ştatdan kənar müxbir kimi hətta işə başlamışam. Ondan sonra olub qısa müddətdə radio və televiziya təcrübəsi, sonra IT sahəsində PR-la məşğul olmuşam, avtomobil sahəsində Azərbaycanda ilk Azərbaycan dilində nəşr olunan lisenziyalı, ümumiyyətlə ilk həm lisenziyalı jurnal idi, həm də Azərbaycan dilində çıxan Peşəkar Avtomobil jurnalının baş redaktoru olmuşam 5 il ərzində. Bu Almanya Autobild jurnalıdır, yəni tanınmış bir jurnaldır. Ondan sonra avtomobil sahəsində də PR-la məşğul olmuşam və təxminən 15 il ərzində bank sahəsində, yəni müxtəlif 3 bankda biz çalışmışıq və ilk bankda elə Əli ilə birlikdə işləmişik bir komandada və bizim dostluğumuz, münasibətimiz də o 15 il yəni tarixçəsi var və ümid edirəm ki, hələ çox illər olacaq, davam edəcək. İnşallah. Hə, ona görə biz bayaq dediyimiz kimi belə pozitiv içəri getdik və Əli ilə köhnə günləri xatırladıq, dostları, yoldaşları. Belə hal-hazırda dövlət qurumundayam. İlk mənim təcrübəmdə dövlət qurumudur. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisiyəm. Bu qədər. Ailəliyəm, 2 övladım var. Yəni Allah saxlasın. həmişə sonda Allah bunu saxlasın. yəni deyirlər. Bu tərcümeyi hal yazılanda yox CV-də. Mən də o çərçivədən kənara çıxmayaraq onu da qeyd etdim. Belə. Qəşəng çox ətraflı məlumat oldu. Təşəkkür edirəm. Bəli, bizim bugünkü mövzumuz məhz dövlət strukturlarında PR-la bağlı, PR kommunikasiya ilə bağlı olacaq. Maraqlı bir mövzudur. Biz daha əvvəl bu mövzuya 2 dəfə toxunmuşuq əslində. Yox, bir dəfə toxunmuşuq. Əsas bir dəfə toxunmuşuq. Digər qonağımız da PR sahəsində idi, amma ondan başqa bir mövzunu müzakirə etmişdik. Və daha çox özəl sektorda PR-la bağlı müzakirələr aparmışıq. Mən özüm də özəl sektorda PR-la başlamışam, yəni dövlətlə başlamamışam. Maraqlısı odur ki, ümumiyyətlə PR anlayışı deyəndə bir çox insanın gözündə canlanan nədir? Press-release yazırlar, tədbir təşkil edirlər, maksimum müsahibə lazım olanda müsahibə verirlər, amma təbii ki, bunun arxasında dayanan başqa bir formullar var. Mənə maraqlı odur ki, deməli özəl sektorda bizim PR-ımızın məqsədi əsas nə olur? Şirkətin imicidir, satışa təşviq etməkdir, necəsə satışa yönləndirməkdir. Amma dövlət strukturunda tam fərqli olur. Çünki orada satılası bir şey yoxdur. Yaxşı, dövlət strukturunda PR nəyə xidmət edir?
Belə deyək, mən təxminən 2 ilə yaxındır ki, dövlət strukturunda çalışıram və mən Azərbaycanın ən böyük banklarından birində işləmişəm, təxminən 7 il yarım müddətdə və bir çox istər PR, istər digər sahələrdə həmin bank, yəni novator olub, yəni yenilikçi olub, bu hibrid iş rejimindən tutmuş, agile idarə etmə və s. Yəni orada daha belə rahat və flexible idi iş. Dövlət qurumunda biraz fərqlidir. Təbii ki, məkan və iş baxımından desək, açığı adaptasiya prosesi o qədər də məndə uzun çəkmədi. Çünki mən təxminən 1 ay hər iki işdə paralel işləmişəm. Dövlət qurumunda konsultant olaraq bu işin içinə girmək üçün bildiyiniz kimi hərbi qurumdur, ciddi bir yerdir, işlədiyin adamlar hərbiçilərdir və Azərbaycan hərb quruculuğuna töhfə verən bir qurumdur, hansı ki vətəndaş və qoşun növləri arasında körpü rolunu oynayır. Ona görə, yəni çərçivə məkan olaraq, iş olaraq mənə o qədər çətin olmadı. Yəni adaptasiya prosesi tez getdi. Sadəcə olaraq təbii ki, çətin olan məqamlar da oldu. Misal üçün, bayaq qeyd etdiyiniz kimi, dövlət, özəl sektorda sənin etdiyin PR sənə deyəndə ki, həmin o şirkətə, təşkilata pul qazandırır. Yəni mənfəət əldə edir, pul qazandırır, image və s. Amma dövlət qurumunda yəni pul qazandırmaq deyilən bir şey yoxdur. Burada yalnız birinci növbədə dayanır image məsələsi və vətəndaş məmnuniyyəti. Əsas bu məsələdir. Məni dəvət eləyəndə dövlət qurumunda mən xidmət rəisi ilə də görüşəndə ilk sualım oldu ki, bizim strateji baxışımız nədir? Yəni biz bugün buradayıq, 3 ildən sonra harda olacağıq? Bu çünki çox önəmlidir. O bəzi dövlət qurumları var ki, məsəl üçün qapalı, yəni özlərini qapalı aparırlar və PR meneceri qapalı olur, mətbuat xidməti. Bu əslində həmin şəxsə bağlı bir şey deyil. Ola bilsin həmin dövlət qurumunun, həmin dövlət qurumunun rəhbərinin o belə deyək də strateji baxışı budur ki, biz mətbuatdan biraz uzaq olaq və yaxud çox nadir hallarda açıqlamalar verək. Mənim üçün maraqlı idi yeni sahə olduğu üçün ilk sual bu oldu ki, nədir? Dedilər ki, biz mətbuata tam olaraq açıq, şəffaflıq, vətəndaş məmnuniyyəti və s. İşlərimiz də çoxdur. Demək olar ki, yenidən qurulur burada bu proses. Bu təbii ki, mənə maraqlı gəldi. Çünki yeni qurulan nədəsə iştirak etmək, biz Əli ilə də bankda işləyəndə orada keçid dövrü var idi. Həmin bank düzdür indi fəaliyyət göstərmir, amma o zamanın tanınmış banklarından biri olub. Keçid dövründə yəni iştirak eləmək, həmin prosesin bir parçası olmaq həm təcrübə baxımından, həm də insanın özü üçün çox faydalı olur. Və sabah da sən illər keçir, deyirsən ki, filan bir sistemin qurulmasında mən də iştirak eləmişəm. Bu əslində maraqlı bir təcrübədir və məncə çox adam istəyər ki, həmin prosesdə, yəni cari işlərin aparılması bir yana, sən gedirsən, düşürsən, deyirlər bizdə strategiya budur, bunu eləyirsən, amma ki və o formada davam edirsən. Bir də var ki, sən nələrsə özün qurursan, təkliflər verirsən, layihələr eləyirsən, daxildə elə daxili PR-da, o daxili kommunikasiya deyirlər də, o da hər zaman xarici kommunikasiya ilə paralel olan bir şeydir. Çünki vətəndaş məmnuniyyəti ilə bərabər əməkdaş məmnuniyyəti, əməkdaşlarla da müəyyən işlər var ki, onlara da fikir vermək lazımdır. Yəni çətinliklərə gəldikdə əsas çətinlik o idi ki, bayaq qeyd etdiyim kimi özəl sektorda rahat idi. İstənilən bir layihə idi, indi kuratorla mı deyim, departament direktorla mı deyim, danışırdın, razılaşırdın, büdcə təyin olunurdu və büdcəni verirdin, bir e-maillə həll olunurdu. Həmin büdcə yəni sənə ayrılırdı, sən o layihəni rahat nəzarət eləyirdin və büdcə həyata keçirdi. Dövlət qurumunda biraz fərqlidir. Dövlət qurumuna ayrılan vəsait dövlətin vəsaitidir. Yəni sən oradan qırağa birincisi istədiyin vaxt, istədiyin məbləği hər hansı bir layihəyə yatırım edə bilmirsən. İkinci bir tərəfdən sən əvvəlcədən proqnoz yazmalısan. O proqnoz yəni əsaslandırmalısan. Tender keçirilməlidir, şirkət seçilməlidir. Yəni bu proseslər biraz düzdür. Hal-hazırda dövlət qurumları tərəfindən də bir çox sadələşmələrə gedilir, həm vətəndaş baxımından, həm daxildə. Yəni proseslər daha tez olur, elektron platformalar var, bazalar var ki, əvvəlki kimi o bürokratik əngəllər azalıb. Sənəd, kağız, yəni hər şey belə deyək, elektron sənəd dövriyyəsi, QR imzalar və s. həyata keçir. Amma yenə də özəl sektorla müqayisədə biraz təbii ki, burada həmin məqamlar var. Daha mərkəzləşdirilmiş. Bəli, mərkəzləşdirilmiş, amma yenə də yəni sən bunları yəni bu prosesi keçməlisən. Düzdür, daha tez və daha o flexible deyirlər də formada keçirsən, amma keçməlisən. Çünki dediyim kimi vəsait dövlətin vəsaitidir. Vəsait sənə ayrılsa, sən bu layihəni edirsən və ona görə burada amma həmin vaxtı da gözləyən, yəni PR vaxt səni gözləmir də. Biz Əli ilə bir dəfə təlimdə də olmuşduq, 2012-ci il deyəsən büdcəsiz marketinq.
İqor Manın səhv eləmirəmsə təlimi idi və o təlimdə olan bəzi məqamlar mənə burada bəlkə də indi o vaxt gənc vaxt idi, yəni köməyimə çatdı ki, nəyi necə eləmək ki, yəni demək olar sıfır büdcə ilə burada bu 2 il ərzində biz bir çox layihələr vermişik. Bir də çətinliklərdən biri o idi ki, bu belə biraz zarafatyanı deyim, gəlirdik məsəl üçün e-maillə, WhatsApp-la yəni rəhbərlərlə yazışırıq. Onlar məsəl üçün nəyisə sonunda oldu yazırdılar, hərbidə oldudur, mən okey yazırdım. Mən okey yazırdım, onlar oldu yazırdılar. Çünki hərbidə oldudur. İndi mən də oldu da yazıram okeydə, onlar da okey də yazır, oldu da yazır. Yəni bu da biraz belə deyək də, indi biz korporativ mühitdə 2 hərfdə okey yazırsan, amma hərbidə hamı bilir ki, oldu, yəni oldu deməkdir. Və ən böyük mənim özüm üçün o bariyeri mən biraz gec keçdim. O çox çətin oldu mənim üçün. Mən vətəndaş müştəri sözü. Korporativ sektorda müştəridir. Bayaq dediyimiz kimi pul qazandırır. Amma dövlət qurumunda vətəndaşa müştəri demək biraz yaxşı deyil. Yəni bu müştəri deyil, bu vətəndaşdır. Çağırışçıdır, vətəndaşdır, xüsusən də kişi cinsdən olanlar. Və çox vaxtı məsəl üçün müştəri deyirdim, müştəri məmuniyyəti də müştəri yox, vətəndaş məmuniyyəti. O belə deyək, sözü də mən qısa zamanda tərk etdim və hətta o günləri bank haqqında bir həmkarla danışırdıq. Hətta müştəri məmuniyyətində çaşıb vətəndaş məmuniyyəti dedim. Yəni artıq belə deyək, vərdiş eləmişəm. Bax belə fərqlər əsas. Əslində suallarından biri də məhz o idi ki, auditoriyanın müraciət dili, tərzi, auditoriya tipi bu necə fərqlənir və necə tənzimlənir? Çünki sizdə həm özəl sektordan birbaşa elə bir yerə keçmisiniz ki, biri var ki, yəni birbaşa rəsmi quruma keçmisiniz də. Bunu tənzimləmək, bu mesajı tutmaq. Bilirsiniz, ümumiyyətlə belə götürəndə vətəndaşlarla iş daha rahatdır. Nəyə görə? Özəl sektorda istənilən sahəni götürək elektronika, məişət avadanlıqları sektoru olsun, maliyyə sektoru olsun, avtomobil sektoru olsun, hər birində rəqabət var. Tez elə, ay amandı, filan kəs satdı, filan kəs getdi, biz qaldıq. Çünki bazarda bəlli bir pay var, o pay üzərində hamı rəqabət aparır. Və biraz, belə deyək də, qaça-qaç, qova-qov çoxdur. Və sən o ritmə düşüb, sən də əslində rutin olmasa iş belə, o qova-qovun bir hissəsinə çevrilirsən. Mən yadımdadır, məsələn, bank sahəsində işləyəndə Mərkəzi Bank il ərzində, ildə bir dəfə banklara müəyyən bir mükafatlar verir. Və tez biz onu paylaşırdıq ki, birinci bizdə çıxsın. Təsəvvür edin, o zaman 32 bank var. Demək olar ki, hər banka kiməsə 5 dənə mükafat verirlər, kiməsə 3 dənə, kiməsə 1 dənə. Amma hamı onu PR eləyirdi, press release kimi paylaşırdı. Və təbii ki, birinci paylaşılan daha yadda qalan olur. İkinci, üçüncü, sonra artıq heç kim oxumur. Baxırlar ki, bu kütləyiviymiş ki, bunu hamıya verilib də belə çıxır. Orada o qaça-qaç, qova-qov məsələsi var. Dövlət sektorunda isə əksinə, sən heç yerə tələsmirsən. Bizim Azərbaycan Respublikasının müvafiq qanunları var, əsasnamələr var. Hər bir şey o qanun, əsasnamə çərçivəsində olmalıdır. Yəni, qanun yazılıb, qanun cənab prezident tərəfindən təsdiqlənib, Nazirlər Kabineti tərəfindən düzəlişlər olunub, Milli Məclisdə oxunuşlardan keçib, yəni bütün bu prosedurlar keçib, bəlli bir qanun var. O qanunda nə yazılıbsa, sən həmin qanuna istinad olaraq onu işivi qurmalısan. Amma burada da bir məsələ var ki, qanun dilləri təəssüf ki, hər yerdə belədir, biraz qəliz olur. Ona görə onu biz çalışırıq ki, biraz loru dilində, yəni biraz insanlara yaxın dillə. Özəl sektorda sən istədiyin kimi hətta reklamları görürük. Bir ara indi hamımız o mühiti keçmişik də, dəbdə idi radioda. Kimsə oğul evləndirir, məsəl üçün qadınla kişinin söhbəti. Ay kişi, biz nə bilim qızımıza elçi gəlir, bəs nə bilim xalazinlik soyuducunu hardan alaq? Yəni bu reklamlar dəbdədir. İstədiyin kimi yəni eləyə bilirsən, amma dövlət sektorunda sən onu eləyə bilməzsən. Müəyyən çərçivələr var. Amma bəzən olur ki, o çərçivədə dayananda ayağı yəni biraz qırağa da qoymağa belə deyək, ayaq yeri tapırıq. Mən elə bir misal çəkim, təxminən bu yaxınlarda görmüşdüm belə bir şey. Aprel çağırışı gedir hal-hazırda, artıq yekunlaşmaq üzrədir və bu məşhur proqram vasitəsilə hamı animasiyalı fotolar paylaşırdı. Həm dövlət qurumları, həm özəl sektor. Təbii ki, çarxlar çəkənlər də oldu. Və mən belə bir şey təklif elədim ki, gəlin çağırışçı məsələsini valideyn yola salır, bayrağı öpməyə və s. Gəlin bunu animasiya formasında təqdim eləyək. Əməkdaşlarımızdan bəziləridir ki, biz hərbi qurumuq, necə qarşılanar, belə tərəddüdlər var idi. Amma mən biraz o rəhbər olmaq pozisiyamdan istifadə edərək sözümün üstündə durdum və şəkilləri elədik. Amma bunların təqdim eləmək məsələsi var.
təqdim eləyəndə orada hər cür komment gələ bilərdi və biz çox fikirləşdik. Ora bir cümlə yazdıq ki, o cümlə ilə demək olar ki, bəyənildi. Yazdıq ki, hər bir şəxs uşaq vaxtı gördüyü animasiyanı bəzən beyində həkk olur və ömrünün axırına qədər yaddaşında qalır. Gəlin hərbi xidmətə yola düşənlərə bu dəfə uşaqların gözü ilə baxaq. Yəni bildiniz, o uşaqların gözü ilə baxaq. Yəni bizim mesajımız çatdı ki, bu uşaqların gözü ilə bu prosesə çağrışçılar düzülüblər. Valideynlərinə sağollaşırlar, bayrağı öpürlər, avtobusa minirlər, hərbi xidmətə yola salırlar. Yəni burada əslində qəbahət bir şey yoxdur. Və biz onu paylaşdıq, həm bizim xidmətin rəhbərliyi tərəfindən, həm yəni digər yəni belə deyək şərhlərə də baxanda, yəni bəyənildi. Elə bir şey olmadı. Şablondan kənara çıxmaq bəli, şablondan kənar cəsarət tələb edir əslində belə şeylər. Amma şablondan kənara çıxsa da elə çıxmaq ki, yenə də qurumun dəyərlərinin əsasında getdi də proses. Bəli. Məsələ odur. Söhbət təkcə şablondan çıxmaqdan getmədi. Maraqlıdır. Mən bu gün ancaq müqayisəli suallar verəcəm ki, gözümə də maraqlıdır ki, orada necə proses gedir, burada necə proses gedir. Siz media ilə əlaqələrdən bir balaca toxundunuz. Mən istəyirəm biraz daha onu genişləndirək ki, özəl sektorlarda rahatdır. İstənilən zaman PR menecerlərlə əlaqə saxlamaq mümkündür. Dövlət sektorunda bəli, vurğuladınız ki, bəzən qurumun özünün gözləntiləri və qoyduğu qaydalar var, hansı ki, PR menecerdən asılı deyil. Bu dərhal cavab verə bilməz. Amma yenə də media ilə əlaqələrin dövlət qurumunda ələlxüsusda mən böyük kütlə deməyəcəm, çünki Facebook böyük bir kütlə deyil, amma izlədiyim qədər orada olan insanlar paylaşımlarda daha çox niyə dövlət qurumlarından tez cavab ala bilmirik, niyə dövlət qurumlarında məsələn həmin krizis anından söhbət gedir də, durduq yerdə yox. Bununla bağlı maraqlı olardı fikriniz. Fikri deməmişdən qabaq Vüsal. Demək, növbəti sualı verməmək üçün kamerasını söndürürsən, mən verəcəm, yaxşı? İndi verəcəm. Deməli, belə deyək də. Yenə də bütün bu bayaq dediyimiz meyarlar gəlir, dayanır o rəhbərin, yəni qurumun, yəni rəhbərinin o baxışında və strategiyasında. Əgər biz ictimaiyyətə açığıq və mətbuatla sıx işləyəcəksə, bu birbaşa mənim həm vəzifə borcumdur, həm də mənim yəni işimin məsuliyyətidir ki, məlumatı vaxtında və operativ verim. Bunun üçün misal üçün qanunvericilik. Təbii ki, bu 2 il ərzində qanunvericilik siz elə e-qanun saytında baxsaz, bizə aid, yəni səfərbərlik və hərbi xidmətə çağırırsa dövlət xidmətinin qanunlarına baxsaz, yəni xeyli orada çox böyük bir qanunlar var. Mən onları təbii ki, mənimsədim. Orada xəstəliklər cədvəli var, yararsızlıq var, yararsızlıq kateqoriyaları var. Yəni həddindən artıq qəliz bir məsələdir. Amma ötən ilin 29 dekabrından bu tərəfə qanunlarda bir sıra dəyişikliklər oldu. Yəqin siz də eşitmisiniz, bu əsgəri yaş həddinin 30 yaşa endirilməsi, ali təhsil almaqla bağlı yaş limitləri və s. Yəni mən bunu necə eləyirdim? Qanun çıxırdı, hüquqşünaslarla danışırdıq, bəlli bir şablon hazırlayırdıq. O şablonu mən sonra yəni biraz lori dilində biraz yüngülləşdirirdim və salam, yəni açıqlama gəlir, sual gəlir, açıqlamadır, təxmini bilirəm hansı mövzudur. Çünki bir gün ərzində hansı mövzu, misal üçün yaş həddi ilə bağlı bizə çox yəni belə deyək müraciətlər oldu. Mən səhər işə gələn kimi cavabımı hazırladım. Fotomu hazırladım, foto istəyənlər də olur. Bir dənə işdəki yoldaşlarımın birinə səs yazısı, səs kimi göndərdim. Çünki televiziya, radio səs də istəyir. Zəng vururdular, istəyirdilər, deyirlər belə bir şey var, açıqlama, bəli var. Verə bilərsiniz, baş üstə. WhatsApp-a artıq hazırdır, şablonlaşıb. Göndərirdim, yəni həm vəzifəm yazılıb orada, həm fotom var, həm səs yazısı var. İstənilən formatda. Yəni o həmin bu da o özəl sektorda olan o qaça-qaç, qova-qova uyğunlaşmağın nəticəsidir mənə elə gəlir. Oradan operativ hal. Yəni mən bilirəm ki, mən bu günləri məsələn axşamlar çox vaxtı o dövlət qanunları, təsdiqlər və sairələr axşam vaxtı çıxır. Yəni müvafiq dövlət qurumları saytında, prezident saytında və artıq mən səhər bilirdim ki, sual yağışı başlayacaq. Axşamdan mən o 2 cümlə, 3 cümlə, yəni nədirsə onu hazırlayıram və indi də ona riayət edirəm və çalışıram ki, operativ heç olmasa düzdür, fərdi yanaşmalar olur. Fərdi yanaşmalar olur, fərqli suallar olur. Onları təbii ki, araşdırma bir yana. Amma fərqli suallar bilirsiniz necədir? Hər hansı bir mövzunu sayt işləyir. Təbii ki, bu kütləvi bir mövzu deyil də. Saytda işləyən hər hansı bir müxbir və yaxud redaktor deyib bu mövzunu işlə. Böyük bir yazıdır. Orada təhsil eksperti danışır, hərbi ekspert danışır. Yəni bu mən hətta dərhal cavab versəm də bəlkə də 2 gün, 3 gün çəkən bir şeydir. Orada bəli, fərdi yanaşmadır. Təbii ki, şablon cavab vermək olmaz. Lazımdır biraz daha geniş və onun üçün də orada 1 saat, 2 saat vaxt yəni bəs eləyir. Plus burada rəhbərliyin özü ilə olan o kommunikasiya
kommunikasiyada çox önəmlidir. Yəni biri var ki, sən misal üçün yazırsan, kağız şəklində imzalayırsan, raport formasında verirsən qəbul otağına, o gedir, çıxır yuxarı rəhbərə, baxır, düzəliş edir, bu uzun çəkir. Əgər sən məsəl üçün e-mail vasitəsilə daha flexible, yəni əlaqə qura bilirsənsə, təbii ki, bu işi də rahatlaşdırır və sürətləndirir. O zaman həm biz xoşbəxt oluruq, həm media nümayəndələri ki, daha tez yəni reaksiya verə bildik. Belə. Əla. Vüsal, kameramı söndür. İcazənizlə bir sual da mən verim. Pərviz, maraqlı olan nədir mənə? Məsələn, real həyatdan götürdüyüm bir nümunədir də, belə deyək. Əlaqədə olduğum və yaxud da ki, təsadüfən indi bir əsgərliklə bağlı söhbət düşəndə, hərbi xidmətlə bağlı söhbət düşəndə, insanlarımızın təbii ki, hərbi xidmətə, belə deyək də, münasibəti dəyişir. Yəni, ildən ilə dəyişir, müsbət istiqamətdə. Amma bəzən də olur ki, bir çoxları, belə deyək də, hərbi xidmətdə daha çox bir komfort axtarırlar. Yəni ki, mən övladım daha əl çatan olsun, daha yaxın yerdə olsun, nə bilim mən, istədiyim yerə özüm yerləşdirim. Və yaxud da ki, bəziləri çox narahat olur ki, belə deyək də, görəsən nə qədər yaxşı övladım orada, belə deyək də, hərbi xidmətdə heç bir xəsarət, xəta almadan bu xidməti başa vura biləcəyi və s. Yəni, həm valideynlərlə, həm belə deyək də, çağırışçılarla belə bir feedbacklər eşidəndə məndə sual yaranır. Bu algıları, bu qavrayışları aradan qaldırmaq üçün bu dəqiqə hansısa bir təbliğat, hansısa bir iş gedirmi bu istiqamətdə ki, insanların ümumiyyətlə hərbi xidmətə, belə deyək də, baxışını daha da yaxşılaşdırsın? Başa düşdüm sualı. Deməli, ən böyük təbliğat işinin, mən belə deyəydim, başlanğıcı 2020-ci ildə bu 44 günlük vətən müharibəsi ilə qoyuldu. Çünki indiyənə qədər, həmin müddətə qədər, indi biz özümüz də təxminən eyni illərdə, 2000-ci illərin əvvəlində hərbi xidmətdə olmuşuq. Biraz qorxu var idi, bu, belə deyək də, şərti sərhəd var idi, pozisiya deyirlər də, yəni səngəllər var idi. Biraz cəmaatda qorxu var idi ki, yəni atəşkəs olsa belə, müharibə, yəni ehtimalı böyük və müharibə vəziyyətidir. Baxmayaraq ki, uzun illər, 30 ilə yaxın yəni atəşkəs oldu. Məncə bütün bu dediyimiz yəni rahatlığın ilk mərhələsi 2020-ci ildə 44 günlük müharibə ilə qoyuldu. Yəni müharibə bitdi, lokal antiterror əməliyyatı üstündən 2 il sonra oldu, 3 il sonra. Yəni artıq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü yəni tam təmin etdi. İkinci məsələ rahatçılıq məsələsidir. Mən 2019-cu il idi, səhv eləmirəmsə, biz bankda çalışanda yeni il ərəfəsində yollandıq hərbi hissələrdən birinə, nömrəsini və yerini deməyəcəm, hardadır. Və oranın sonra çox tanınmış qərargah rəisi, müavinlər var idi. Onlar Allah rəhmət eləsin, bütün şəhidlərimizə hətta şəhid oldular. Müharibə vaxtında bizim, hələ heç onda 2019-cu il idi. Siz inanın ki, mən o şəraiti gördükdə, bu 2019-cu illi, yəni 6 il bundan qabaq, mən şoka düşmüşdüm. Yəni yeməklər, yəni əskər yeməyi yedi, özdə planlaşdırılmamışdı əskər yeməyi yeyəcəyik. Sadəcə təklif elədi ki, bəlkə əskər yeməkxanasında yemək yeyək dedilər, buyurun. Bizim üçün indi qonaq olaraq restoran danışılmışdı, getməliydik. Və birincisi mən o yeməyin 4 çeşiddə yemək var idi. O yeməyi demək olar ki, 3də birini mən yedim ya yemədim, həddindən artıq çox. Və yeməyi qadınlar pişirirdi. Qadınlar hazırlayırdı. Ondan sonra biz orada əskər yataqxanası, kazarma deyirlər də, ora baxdıq, maddi texniki təminat tam fərqli idi. Yəni, yaxşılığa doğru fərqli idi. Bu, hələ yenə də müharibədən əvvəlki bir dövrdür. İndi hal-hazırda təbii ki, dağlarda da xidmət var, buraxılış məntəqəsində də xidmət var və hətta son Müdafiə Nazirliyinin bilirsiniz də belə bir məsələ var ki, 600-dən yuxarı bal yığan və dünyanın məşhur yəni universitetlərində təhsil alanlar hətta təklif olunur ki, onlar Bakıda, yəni akademiyada hərbi xidmət keçsinlər, hətta sonra rütbə alıb orada xidmətlərini davam eləsinlər. Yəni bu da çox belə qeyri-adi bir xəbər oldu. Yəni bu bilirsiniz necədir? Yəni bizim hər birimiz, yəni bu Azərbaycanın bəlkə də mental xüsusiyyətlərindən birinə çevrilir. Bilmirəm, yaxşıdır ya pisdir. Biraz rahatlıq, VIP, premium axtarırıq. Baxırsan, adi bir kafedir.
Elə də gözəl bir kafe deyil, sadə, yəni sıradan bir yeməkxanadır. Adında mütləq VIP sözü, premium sözü olmalıdır. Halbuki nə o nə VIP-dir, nə premiumdur. Rahatlıq axtarışında hamı olur. Təbii ki, hamı Azərbaycanın vətəndaşıdır. 18 yaşı olan Konstitusiyanın 76-cı maddəsinə görə kişi cinsindən olan istənilən şəxs hərbi xidmətə, yəni borcunu verməlidir. Amma o digər məsələlər bilirsiniz necə? O deyirlər hərdən ki, sosial tarazlıq itir və s. Hal-hazırda biz məsəl üçün çağırış ayda gedir. Çağırış olaraq, yəni hərbi xidmətə yararlı olanların hər biri gedirlər, təhvil verir ordu, yəni qoşun növlərinə. Onlar orada sağsa. Bilirsiniz necə? Bu hadisələr hər zaman olur. Hadisələr belə heç kim sorğulamayıb. Adi vəziyyətdə biz hərbi xidmətə getməmişdim. Bəli, məsəl üçün Allah rəhmət eləsin, yenə o pis notlara köklənmək istəməzdim. Dekabrın sonunda o təyyarə məsələsi oldu. Yəni dünyanın ən təhlükəsiz əslində nəqliyyat vasitəsi təyyarədir. Avtomobil nəqliyyatı ondan qat-qat təhlükəlidir. Amma buna baxmayaraq biz avtomobili hər gün idarə edirik, hər gün istifadə edirik. Amma təyyarəyə minməkdən qorxuruq ki, məsəl üçün qəza gözümüzün qabağına gəlir. Düzdür, təyyarə qəzasından Allah yəni heç kimə, yəni heç bir insanlara ümumiyyət göstərməsin, sağ qalma ehtimalı çox az olur. Amma yenə də, yəni bu bilirsiniz necə? O hansısa bir hadisənin baş verməsi, olması bu heç kim bundan sığortalanmır. Bu mülki həyatda da ola bilər, hərbi həyatda da ola bilər, iş yerində də ola bilər. Əslində mən sualımın məğzi nədə idi? Daha biraz dərinə varsam, adətən biz uşaqları, yəni biz uşaq olan vaxtlarımızı xatırlayıram, valideynlər daha çox sıxma boğmaya salır ki, misal üçün, məsələn, mən gənc yeniyetmə olaraq əskər gedirəmsə, hərbi xidmətə gedirəmsə, elə bir çox da o komfort falan məsələlərini düşünmürəm. Bilirəm ki, bu bir hərbi xidmətdir və sən gedib bu xidməti keçməlisən hamı kimi. Borcu verməlisən vətənə. Amma valideynlər, yəni dolayısıyla nəyi demək istəyirəm? Yəni hər hansı bir təbliğat layihəsi varmı? Valideynlərin bəlkə bununla bağlı biraz fikirlərini yumşaltmaq, doğru istiqamətləndirmək. Bəli, əlbəttə var və biz günü bu gün də bu davam eləyir. Həm sosial media, həm televiziya kanalları, radio vasitəsilə, hətta böyük bir layihə idi. Belə deyək, mənim o bəlkə də gözümə duran layihələrdən biri idi. Artıq yekunlaşmaq üzrədir. Biz bütün Azərbaycan üzrə bizim o müharibədən sonra o billboard deyirlər də, plakatlarımız var idi. Bu sosial plakat olduğu üçün hər rayonda ayrılıb. Onları da çöl reklamları bəli yenilədik və demək olar ki, son tamamlanma işləri gedir regionlarda. Orada da biz artıq əvvəl deyirdiksə vətəni məsəl üçün müdafiə etmək, hamı hərbi xidmət olmalı. Biz məsəl üçün sloqanları dəyişmişik ki, qalib ölkənin ordusunda xidmət etmək şərəflidir. Yəni əskərlik bu bir məktəbdir. Əskərin hər addımı olan yer vətəndir. Yəni daha pozitiv yəni notlarına, çünki o həqiqətən motivasiya verir və bilirsiniz necə? Yəni insan baxanda, fikirləşəndə öz-özü ilə qalanda, yəni fikirləşir ki, niyə mən yox? Niyə də mən yox? Niyə mən getməməliyəm? Niyə mən çəkinməliyəm? Yəni bu məsələlər var. Ondan başqa bir misal da çəkim. Təxminən 2 il bundan qabaq biz Müdafiə Naziri ilə birgə hərbi təlim, toplanış təlimlərə başlanıldı. Əvvəl çox çətin idi. Əhalini çünki biraz belə deyək, maarifləndi. Elə bilirdilər yenə nəsə ola bilər. Yəni bəlkə ona görə yığırlar. İndisində də düşünürlər. Amma indi məsəl üçün o artıq azalır. Amma indi kütləviləşib, yəni o görürsən baxırsan ki, adamlar daha çox gəlir təlim toplanışına. Biz nədən irəli gəlir? Biz birincisi maarifləndirməni çox geniş apardıq bu ilə bağlı. İkinci bir tərəfdən görür qonşu gedir 14 gündən sonra qayıdır, təlimi başa vurur və gəlirdi ki, yəni təlim keçdiyi 14 gün, daha belə deyək də xoşuma gəldi, o əskəri illərim yadıma düşdü. Hələ gündəlik ödəniş də olunur ona görə. Yəni həmin adama iş yerdə saxlanılır. Buyurun. Kənara çıxma eləyəcəm. Mənim nə yadıma düşür? Vüsal, həmişə baxıram ki, bu təlim toplanışına dəvət edirlər də, fərqli yaşda, indi artıq qarınlı, başlı, bədənli, cüssəli insanlardır, yaş keçib, gəliblər təlimə. Hər dəfə də mənim fikrimə gəlir ki, mən də hərbi xidmət keçmişəm. Mən niyə düşmürəm ondan arasına da, yəni məni niyə çağırmırlar? Təşkil eləmək olar, yəni belə istəyi varsa. Məncə bir dəfə təşkil eləsəz çox sevinərəm. Hə, yəni siz görürlər ki, bəli, bu getdi sağ-salamat 2 həftə, yəni belə baxanda elə bir böyük müddət deyil. Qayıtdı və artıq cəmaatda plus dediyim o qalib ölkə faktoru, suveren Azərbaycan faktoru, yəni rahatlıqla, yəni yenə də hər bir şey maarifləndirmədən və deyiliş tərzindən və o beyni həkk olmaqdan asılıdır. Bilirsiniz, pis xəbər daha tez yayılır.
Yəni hansısa bir Təbii. pis niyyətli, qara deyək də, belə PR baxımından desək, qara PR. Amma yaxşını sən o yayılmayacaq da, yaxşı yayılsa da onun əhatə dairəsi daha az olur. Sən gərək onu belə deyək də həkk eləməyi bacarmalısan ki, o daha çox beyinlərə hopsun, insanların təfəkküründə qalsın ki, bununla bağlı, yəni müəyyən, yenə də hər şey maarifləndirmənin və yanaşmanın, o kommunikasiyanın kökündə dayanır. Bu olduğu halda bir misal da elə mən də bir kənara çıxım. Təxminən bir neçə gün əvvəl İnzibati Xətalar Məcəlləsinə dəyişiklik oldu. Yəni orada həm cərimələr artdı. Yəni bu belə deyək də hərbi xidmətdən boyun qaçırma, tibbi şəhadətləndirmə, ilkin hərbi qeydiyyat, həm cərimələr artırıldı, həm də ki artıq MyGov sistemi vasitəsilə çağırış yaşında olan və yaxud o hərbi vəzifəlilər girib şəxsi kabinetdə bildirişlər alırlar. Əvvəllər necə idi? Yəni cəmaət bizim hərbi yerli strukturlar gedib o əlləri ilə çağırış vərəqəsi verirlər və yaxud zəng vururlar. İndi artıq elə deyil. Vətəndaş özü nəzarət eləməlidir ki, bunun hərbi həkim komissiyasına yararsızdır, vaxtıdır, keçməlidir. Özü gəlməlidir ki, xahiş edirəm, mənim vaxtımdır, məni keçirin. Biraz hətta bəzi jurnalistlər şəxsi olaraq mənə zəng vurdular ki, bəs Pərviz müəllim, bu belə deyil, əvvəl zəng vurdular, mən nə bilim, deyirəm, bax, adi bir misal çəkim. Sənin avtomobilin var, deyir, var. Deyirəm, idarə eləyirsən, deyir, bəli. Deyirəm, ildə bir dəfə texniki baxışdan keçməlisən. Deyirəm, ona kim nəzarət eləyir? Sənə, məsəl üçün, Daxili İşlər Nazirinin, yol polisi də zəng olur. Deyir, yox, özüm nəzarət eləyirəm. Bilirəm ki, geciksəm orada 20 gündə mənə möhlət qoyulur. Ya, SMS gəlir, falan eləyir, nəsə belə bir şey. Eyni şey budur. SMS də gəlir, şəxsi kabinet də var. İkinci bir tərəfdən, rüsum artımı deyil. Cərimə artımıdır. Cərimə artımı o deməkdir ki, cərimə eləmə, yəni və əlavə pul ödəmə. Biraz rüsum artımı ilə cərimə artımını bu ümumiyyətlə mən sosial şəbəkələrdə izləyirəm, qarışdırırlar. Əslində elə deyil. Rüsum artımı bu icbaridir. Məsəl üçün artıbsa hər hansı bir xidmətin rüsumu, sən onu amma cərimənin rüsumu xətanın dəbbəsidir, o başqa şey. Yəni sən cərimə eləmə. Cərimə eləmə və əlavə belə deyək, həmin ödənişi də eləmə də. Yəni bu belə bir sadə. Təbii ki, onun üzərində də indi biz artıq başlamışıq maarifləndirməyə. Qısa müddət ərzində mən əminəm ki, bu belə deyək də maarifləndirmə, digər tərəfdən bu cəmaətin, əhalinin arasında ictimaiyyətdə sosial şəbəkə yazıla gələndən sonra artıq insanlar elə bax maarifləndirmənin biri sizin bu veriliş vasitəsilə də, yəni buna da nə qədər minlərlə insanlar baxır. Yəni bir nəfər də fikir lideri, digər nə deyəcək, o bir nə deyəcək və bu da yayılacaq. Yəni qısa zamanda əminəm ki, artıq hamı o məsuliyyəti dərk eləyib və özü öz işlərini aparıb ən azı o qoyulan müddətlərə riayət edib özü müraciət edəcək bizim yerli struktur bölmələrə. Allah təşəkkür edirəm. Buradan da elə bu vasitə ilə də hərbi xidmətdə olan hər kəsə sağ-salamat başa vurub evinə dönməyini, o gözləyən anaların, bacıların, nə bilim öz yoldaşlarını gözləyən xanımların hamısının tezliklə onlarla qovuşmasını diləyirik inşallah. Gəlin toplanışada gözləyirəm dəvət. Yaxşıdır. Əvvəlcədən xəbər verərsiniz, marketinq toxusun buraxılışlar. Təyin eləyərik. Pərviz bəy, mən yenə də qayıdacağam müqayisə məsələsinə. Nəyə görə? Məsəl üçün biz bilirik ki, özəl sektorda hər hansı bir PR xidmət göstərdikdə, PR layihə etdikdə onun bir ölçülməsi var. Bir KPI var ki, biz ölçürük ki, bu bizə necə nəticələndi. Bəs dövlət sektorunda bu necə olur? Təbii ki, o KPI məsələsinə gəldikdə, bizdə təbii ki, belə bir sual deyə. İctimai rəy ölçülürsüz də. İctimai rəy bizdə belə bir konsultant şirkət və yaxud digər bir vasitəsilə ölçülmür. Bizim o da yeniliklərdən biridir. Yəni mənim rəhbərlik etdiyim şöbənin tərkibində çağrı mərkəzi yaratmışıq. Artıq 1 ildən artıqdır. Qaynar xətt deməzdim. Qaynar xətt əslində 24 saat işləməlidir. Bizdə çağrı mərkəzidir. Yəni çağrı mərkəzi 9-dan 6-ya işləyir. Qaynar xətt olduqda bu Nazirlər Kabinetinin qərarı da var. Mən açıq onu bilmirdim. Burada yəni onu bilin ki. Amma reklamda bəziləri Sərxan qaynar xətt qeyd edirlər. Yəni bu indi dövlət qurumları üçün yazılıb. İndi özəl sektor nə istəsə adlandıra bilər onu. Amma yəni bu belədir. Ora gələn zənglər, sosial şəbəkədən gələn belə deyək də o müraciətlər. Ondan başqa biz hər ay hər hansı bir regionda tədbirlər keçiririk. Bu gənc yaşında, çağırış yaşında, ilkin qeydiyyat yaşında olan yəni bizim vətəndaşlar üçün. Orada məsələn vətəndaşlarla görüşürük. Onların fikri, onların mövqeyi, yəni ən azı sən onlarla biraz danışdıqda, hətta ölçülmə məsələsinə gəldikdə bu yaxında təxminən bir neçə ayda tətbiq eləmişik. 6-cı gün çağrı mərkəzi işləmədiyinə görə 6-cı gün biz həftə ərzində yığılan və daha çox, daha belə deyək də qlobal deməzdim, daha böyük problemi olan vətəndaşlara geri dönüş edirik.
ki, siz müraciət eləmişdiniz, sizi yönləndirmişdik. Müraciətiniz nə yerdə həll oldu deyib, bəli, həll oldu, çox sağ olun. Bəzi deyir ki, hə düzdür, biraz gecələdilər, amma elədi. Bəzi deyir ki, xeyr, həll olunmayıb. Bu da bizim üçün bir mesajdır. Daha inkişaf eləmək bəli, üçün. İnkişaf eləmək üçün mesajdır. Çünki yenə dediyim kimi, bizdə indi hər şey yenidən qurulur, qurulmaq üzrədir. Daxili rəqəmsallaşma, vətəndaşlarla işlə rəqəmsallaşma və digər sahələr. Ona görə həm vaxt baxımından, belə deyək, biraz məhduddur, çox iş tərəfi gərgindir, amma maraqlıdır. Çünki həmin o dəyişikliklərin bir hissəsi də sən olursan və onu tətbiq edirsən. Yaxşı, bəs krizis anında davranış necə olur? Krizis anı elə mən yeni başlayanda krizis anı oldu. Bu lokal antiterror əməliyyatı vaxtı idi və şükürlər olsun ona görə yox ki, öz yəni oturduğum pozisiyama görə, ümumiyyətlə Azərbaycan xalqı üçün ki, heç 24 saat davam etmədi. 23 saat neçəsə dəqiqə ərzində bitdi. Təbii ki, müraciətlər olurdu, zənglər olurdu, daimi, yəni indi mən bəzi məlumatları burada təbii ki, deyəm mənə, məxfi məlumatlar gəlirdi və biz demək olar ki, gecəyə qədər həmin gün işdə olduq və çalışırdıq ki, istər telefonlarla zənglərə cavab verəndə, istər vətəndaşların gəldikləri yerə, yəni bir sakitləşdirib, ümidverici bir belə deyək də, bizim həm də vətəndaşla işləmək və istənilən kateqoriyadan olan sən vətəndaşla işləyirsən. Vətəndaşla da işləmək o həssas vətəndaş kateqoriyasıdır, həssas insanlardır. Bunun övladı hərbi xidmətdədir, yəni buna zəng çatmır və orada lokal antiterror əməliyyatı gedir. Amma buna baxmayaraq, yəni belə deyək də, o həyəcan var insanda. Sən onu birinci növbədə psixoloji olaraq həm də sakitləşdirməlisən. Yəni bütün komanda olaraq biz həmin vaxtda demək olar ki, yəni dayanmadan çalışdıq və düzdür, şəhidlərimiz oldu, Allah şəhidlərimizə rəhmət eləsin. Bir daha deyirəm, amma yəni bu böhran, yəni ən böyük mənim bəlkə də praktikamda bu böhran vaxtı, həmin vaxtda təsadüf edir. Müharibə dövründə mən orada işləmirdim. Amma yəni bu lokal antiterror əməliyyatı zamanı mənim üçün yəni ən böyük, bəlkə də tək elə bundan ümumiyyətlə böhran kommunikasiyasına heç kimə istifadə eləməyə qismət eləmirəm. Amma bəlkə də bundan böyük böhran ola bilməz. Çünki burada dövlət səviyyəsində və çox məsuliyyətli bir iş gedirdi və bu işə təxminən 3 il yəni hazırlıq gedirdi. Ekoaktivistlərin məsələsi, digər məsələlər, cənab prezidentin mesajları, danışıqlar çıxdı və sonda yəni 24 saatdan da az müddətə bütün bu məsələnin bir dəfəlik kökündən həll olması məsələsi. Belə. Düzdür, siz danışandan sonra mənim bu sualım artıq mənasını itirmiş olur, amma mən yenə də vermək istəyirəm. Məhz sizin sektora xüsusi olaraq yox, ümumi olaraq özəl sektorda biraz iş sürətli gedir. Yəni hər şey daha sürətlidir, situasiyalar sürətli baş verir, amma dövlət sektorunda bir balaca daha fərqli işləyir. Mənə maraqlıdır ki, tutaq ki, bir insan istər özəldə və yaxud da dövlətdə çalışdığı zaman hansı ona daha çox təcrübə və daha çox peşəkarlıq qazandır. Yəni nə qədər də olsa biraz komfort zona var sanki dövlət sektorunda, amma özəl sektorda dayanmadan iş gedir. Yaxşı sualdır. Çox adamda məncə maraqlandıran sualdır bu. Bilirsiniz, özəl sektorda yığılan, indi gəlin razılaşaq ki, bu kommunikasiya baxımından, bu marketinq, kommunikasiya, PR baxımından özəl sektor bir addım öndədir. Bəlkə də 2 addım öndədir. Yəni bu reallıqdır. Və sən özəl sektorda təcrübə toplayıb, gəlib onu dövlət sektorunda tətbiq eləyə bilirsənsə, sənin işin daha rahat olur. Çünki sən orada bayaq dediyim o qaçaqaç, qovaqov, o tələskən iş rejimində işləmirsən və burada səndən tələb olunan 2 saat ərzində görəcəyin işi sən artıq 15 dəqiqəyə rahat görə bilirsən. İkinci bir tərəfdən dövlət sektorunda o rahatçılıq mən deməzdim. Yəni çünki sənin hər dediyin kəlmə, hər söz böyük bir məsuliyyət, bu dövlət səviyyəsində olan bir məsuliyyətdir. Bilirsiniz, onu da çatdırılması. Mən çox zaman jurnalistlər məsəl üçün sorğunu göndərir, mən səsdən çox yazı məsələsinə yəni üstünlük verirəm. Olur, səsli göndərərsən, telefonla deyərsən, hansısa bir söz orada buraxılar, hansısa vergül yerində olmaz, ondan sonra məna tam dəyişər və bu yəni dövlətin maraqlarına yəni zidd olan bir şeydir. Ona görə məsuliyyət burada daha çoxdur. Çünki bayaq dediyim kimi burada maliyyə qazanmaq üzərində bu belə deyək yarışma deyək də, buna yarışma təqib yoxdur. Burada birbaşa sənin işlədiyin sektorda nüfuz itkisi riski var. Nüfuz itkisi bəli riski var, amma yenə də özəl sektorda nüfuz itkisi oldu hansısa bir A bankında, keçəcək B bankına və yaxud C bankına, D bankına. Dövlət qurumunda hər qurum
bir cürdür. Yəni istənilən misal üçün bizim kommunalla məşğul olan, kommunal xidmətlər göstərən lap yuxarı nazirliklərinə tutaq ki, nüfuz itkisi oldu. Siz kommunal xidmətlərdən imtina etməyəcəksiniz də, düzdür? Yəni istifadə, yəni istədin, istəmədin, sən ondan istifadə etməlisən. Yəni çünki hər qurum bir bəlli bir sahənin bəlli bir istiqaməti, yəni nəzarət eləyir və onun fəaliyyəti ilə məşğuldur. Burada ona görə nüfuz itkisi əslində olur, amma ki daha təsir edə bilmir. Çünki başqa variant, yəni tutaq ki, su ilə bağlı nəsə sizin o misal olaraq su, qaz olsun, işıq olsun probleminiz var. Siz gedib başqa yerdən su, qaz, işıq evə çəkəsi deyirsiniz ki, yəni istənilən halda siz onsuz istifadə edirsiniz. Hərbi xidmətlə bağlı olsun, digər nazirliklə olsun, nə məhkəmə ilə olsun və s. Yəni hər instansiyadan bir dənədir. Ona görə burada nüfuz itkisi yəni daha ağır nəticə vermir, nəinki çünki rəqabət yoxdur. Mən düşünürəm ki, fikrimcə nüfuzun yaxşı olması, yəni kifayət qədər yüksək olması həmin qurumun xərclərini, əlavə cəhdlərini azaldacaq. Bəli. Yəni ona görə məncə elə nüfuz məsələsi həm özəldə, həm dövlətdə çox vacibdir, amma hərə bir formada ondan faydalanır. Yəni özəl bir cür faydalanır, məsələn, daha çox pul qazanmaq. Bəli. Amma bu tərəfdən isə xərclərə qənaət etmək də, özü də pul qazanmaqdır. Bəli, təbii. Son toparlayıcı bir sualımı da verim. Sosial mediada son zamanlar görünür ki, dövlət qurumları artıq daha aktiv istifadə etməyə başlayıblar bütün platformalardan. Bununla bağlı sizin fikriniz, şəxsi olaraq fikriniz ki, bu belə bir şey olmalıdır? Yəni insanlarla, vətəndaşlarla sosial mediada dövlət qurumları görüşməlidir, yoxsa yox? Mən də hiss eləmişəm, maşallah. Yəni belə deyək də, ümumiyyətlə mən sizə deyim ki, mənim indi bütün həm dövlət qurumları olsun, həm özəl sektor olsun, yəni yoldaşlar, tanışlar çoxdur. Son illər ərzində, son deyəlim 2-3 il ərzində mən bəlkə bir 10-15 nəfər, belə deyək də, menecer səviyyəsində olan adamların dövlət sektoruna keçməyini, yəni şahidiyəm. Adlarını çəkmək istəmirəm, amma ad-baad çəkə də bilərəm. Yəni tanıdığım adamlardır. Bu özü bir tendensiyadır ki, dövlət sektoruna maraq mı artır? Yəni mən özüm ora keçmişəm deyən demirəm. Məndən qabaq da olub, məndən sonra da olub, yəqin ki bundan sonra da olacaq. Yəni əvvəllər biz görürdük dövlət sektorundan hamı özəl sektora can atırdı. İndi əksinədir. Sosial media əlbəttə ki olmalıdır. Yəni bu mütləqdir. Biz bunu istəsək də, istəməsək də bu bizim həyatımızın bir hissəsidir və sosial mediasız ümumiyyətlə bilirsiniz, mən qəzetdə işləmişəm, qəzetçilik jurnalistikasını görmüşəm. Sonra elektron, yəni saytlar vasitəsilə jurnalistika. İndi sosial mediadır. Biz əgər balaca bir xəbəri hazırlamaq üçün gedirdik, axşam tədbirdə iştirak edib, sonra o vaxt WhatsApp yox idi, telefon heç çox adamda hətta o düyməli telefon yox idi. Avtomobil çox adamda yox idi. Qayıdır. Sovet dövründən danışır. Vüsal bilir bunları. Sovet deyildi. Yəni 90-cı illərin sonu, 2000-ci ilin əvvəlləri. Qayıdırdıq redaksiyaya ki, o balaca bir belə deyək də məlumatı yazaq, sabah qəzetdə o çıxsın da. Sabah çünki sən onu verirsən, o birisi gün çıxacaq, gecikmə olacaq. İndi şərait çoxdur. Hətta mətbuat konfranslarında jurnalistlər nəinki Word, admin paneli açıb bircə elə oradaca yazıb, onu yaddaşa vurub və sayta çıxarda bilirlər və eyni zamanda sosial mediada paylaşım edə bilirlər. Sadəcə olaraq bəzi xəbərlərin o belə deyək də dalıyca qaçmaq çətin olur. Yəni sən mənbəni, səhv məlumat verəni tapırsan, düzəliş edirsən, amma oradan o qədər paylaşımlar var ki, sən baxırsan ki, bir xəbər çıxıb, əvvəl necə idi xəbər? Ümumiyyətlə bizim vaxtımızda redaktorlar əgər hər hansı bir yazıda, araşdırmada 3 tərəf olmasaydı, o yazını qəbul eləmirdilər. Mənim yazım olub ki, mən onu bəlkə 10 gün o yazı qalıb kompüterdə qəbul eləmirdi. Deyirdi, sən neytral tərəfsən, şikayət edən tərəf var, bəs cavab verən tərəf, get ondan mövqe al. Mobil telefon yox, şəhər telefonu ilə yığırsan, gəh götürür, gəh götürmür. Gedirsən qapını döyürsən, qapını açmırlar. Yəni çox çətin idi. Amma indi misal üçün yazıldı, xəbər getdi, düzdür. Onun hansı bir mötəbər saytda, daha böyük informasiya agentliyində çıxıb və yaxud kiçik tirajlı bir saytda çıxmağının da o çəki məsələsi var. Amma xəbərdir də gedir. Təbii ki, o kiçik saytın da, kiçik hansı sosial şəbəkə səhifəsində öz oxucusu var. Bizim bir bank sahəsində işləyəndə belə bir şey var idi. Deyir, indi açırsan, baxırsan ki, başlıqdır, böyük hərflərlə yazılıb ki, banka borcu olanlara şad xəbər. Xəbəri vurursan, artıq klik elədin.
yəni keçid elədin, o artıq IP-ə yəni təsir elədi. Açırsan görürsən ki, Suraxanda hansısa bir marketdə bankanın vermədən qatıq almaq olar. Yəni belə hallar məsəl üçün olurdu. Bu maraqlı başlıqlar həmişə maraqlı olub. Qəzet dövründə də, yəni indiki dövrdə də həmişə maraqlıdır, amma banka borcu amma bu maraq əsəbləşdirici yanı olmamalıdır. Bütün ciddiyyətim oldu. Amma qəşəngdir ha. Bu qəşəngdir. Varsa belə bir xəbər araşdıracağam. banka borcu olan. Ya o jurnalistin kreativliyinə də heyran oldum yəni. Allah, təşəkkür edirəm Pərviz bəy. Çox sağ olun. Bu da oradan olub yoxsa özündən Yox, qonşu. yəni belə bir mem deyək də buna, mem kimi bir şey var idi. Yadımda ola bilsin indi bizim izləyicilərdən Bəlkə də başqa cür idi, sən belə Yox, indi Aşağı yox. yuxarı var elə. Belə olub. Bəlkə mən kimdəsə hansısa səhifədə görmüşəm. Bəlkə də bizim indi izləyicilərimiz əgər həmin xəbərin müəllifi varsa, yəni komment hissəsində paylaşa da bilər. Özüm də baxacağam. Hardasa görmüşdüm mən bunu, amma yox bu mem olaraq yazılmışdı. Hə, başa düşdüm. Ümumi bir vəziyyət. Əslində hətta aşağı yuxarı eyni vəziyyətdə olduğunu göstərmək üçün. Yəni maraqlı başlıq maraqlıdır, Amma amma biraz həqiqəti əks etdirməlidir belə. Mən buradan yeri gəlmişkən həm də media nümayəndələrimə özümü tutmaq istəyirəm ki, mən onlara təşəkkürümü bildirirəm. Həqiqətən biz mətbuat xidmətləri, mətbuat katibləri, mətbuat katibi olmağımızda onların da çox böyük rolu var. Onlar olmasa, onlar bizə yəni dəstək verməsələr, xüsusən də dövlət qurumunda dəstək verməsələr, çünki yenə dediyim kimi burada hər hansı bir maliyyə, hər hansı bir şey yoxdur. Bu bizim dövlətimizin maraqlarıdır və onlar bizim xəbərləri, məlumatları paylaşırlar. Dəstək göstərsə mən onların hamısına minnətdarlığımı bildirirəm. Mənim üçün inanın ki, indi biraz kənara çıxmaq olacaq. Vaxtımızı bir 2 dəqiqə qalır. Buyurun, o jurnalistlər arasında heç birinə fərq qoymuram. Hansı saytda işləməyindən, kim olmağından asılı olmaya çalışıram, yardım əlimi uzadım, kömək eləyim və sorğusunu cavabsız qoymayım. Kim də müraciət eləyir, yəni hər zaman biz onlara açığıq. Korporativ məsələn tədbirlər olanda digər özəl sektorda mən həmişə əməkdaşlarımız ümumi şəkil çəkdirəndə, yəni tədbirdən sonra təbii ki o yemək, nahar ya şam hissəsi olur. Mən o şəkillərdə olmurdum, ya məni çağırırdılar. Çünki mən hər zaman çalışırdım ki, jurnalistlərlə eyni masada oturum, onlara həmkar olaraq müraciət edirəm. Çünki mən də ixtisasca jurnalist olmasam da o sahədən çıxmışam və mənə də cavan vaxtı, gənc vaxtlarım diqqət göstərəndə o VIP premium məsələsi var da, sənə özəl diqqət göstərəndə xoş olurdu və təbii ki, mən də özümü onların yerinə qoyuram və özüm görmək istədiyim və özüm gördüyüm münasibəti çalışıram ki, onlara göstərim. Çünki həqiqətən çox çətin olardı. Yəni televiziya olsun, radio olsun, saytlar olsun, dəstək göstərilər və mən dediyim kimi bu xidmətə gələndə də yazmışdım mən ki, mənə dəstək göstərmə əslində mənə yox, dövlətçiliyə, dövlətə dəstək göstərmək kimi bir şey. Çünki burada heç bir maddi maraqdan və yaxud digər bir şeydən yəni söhbət gedə bilməz. Onlar da sağ olsunlar, maksimum yəni dəstəyi göstərirlər. Mən onlara da buradan öz təşəkkürümü bildirmək istəyirəm. Çox sağ olsunlar, var olsunlar hamımız. Təşəkkür edirəm. Çox sağ olun. Çox maraqlı oldu. Müqayisələr elədik. Mənim özümə də fərqli-fərqli aydınlamalar oldu. Çox ləzzət elədi. Çox təşəkkür edirəm Pərviz bəy. Çox sağ olun. Mən sizə də təşəkkürümü bir daha bildirmək istəyirəm. Əli, sənə də, Şəbnəm xanım sizə də ki, dəvət elədiniz. Sizin bu belə deyək, bu layihəyə uzun ömürlü olmağı arzulayıram. Amin. İnşallah daha neçə belə deyək, düzü bu yubiley deyil, belə deyək də o kiçik yubileyə yaxındır da. Mən də indi uşaq anadan olanda hər ayını qeyd eləyirlər. Sonra 1 yaşından sonra ancaq yaşları qeyd edirlər. İndi siz də o ilk 100-yə doğru gedirsiniz deyən aşağı yuxarı yubiley ərəfəsidir və sizə daha böyük yubileylər, daha böyük buraxılışlar, maraqlı qonaqlar arzulayıram. Çox sağ olun ki, məni də dəvət etdiniz. Təşəkkür edirəm. Çox sağ olun, Pərviz. Çox sağ olun. Bəli, bizi izlədiyinizə görə təşəkkür edirik. Bugünkü buraxılışımızın ərsəyə gəlməsində tərəfdaşımız olan Digibum agentliyinə, Sənanə xanıma çox təşəkkür edirik, komandasına çox təşəkkür edirik. Eyni zamanda çəkiliş üçün də Media Fabrikdə görüşdük. Onlara da sonsuz təşəkkürlər ki, bizə belə bir şərait yaratdılar. Növbəti buraxılışımızı gözləyin. Qonaq təklifləriniz, mövzu təkliflərinizi mütləq gözləyəcəm. Biz də 70-ci buraxılışa hazırlaşırıq və bununla bağlı artıq Marlabın səhifəsində, sosial mediadakı səhifələrində elan paylaşmışıq. Mütləq izləyin. Əgər siz də bizim 70-ci buraxılışda canlı iştirak etmək istəyirsinizsə, o debatda, maraqlı debatda iştirak etmək istəyirsinizsə, müraciət edə bilərsiniz. Ayın 4-ü Kaspian Plaza gözləyirik. Onu demədim. Elana baxa bilərsiniz. Sağ olun. Bir də banka borcunuz olmasın. Sağ olun. Sağ olun, sağ olun.